He had got a beautiful present. Nə vaxt bəs past perfect işlədirik biz? Birinci baş verən hadisəni sıralama pozulur. Birinci baş verən prosesi həmişə perfectdə işlədirik. Məsəl üçün, nə vaxt xoşbəxt olubdu? Birinci hədiyyəni alıb, sonra xoşbəxt olubdu. Əgər desəydi ki, o hədiyyə aldı və xoşbəxt oldu, biz deyərdik, he got a present and he was happy deyərdik. Amma burada görürsünüz, ardıcıllıq pozulur. Birinci o xoşbəxt ididən başlayırıq. Həmişə ilk baş verən zamanı perfectdə deyirik. Mən səni bütün axşam axtarmışam. Burada dünən bütün axşam axtarmışam. Dünən bizə bir vaxt veribdi. Davam edici zaman I was looking for you all evening yesterday. Birdən yadıma düşdü ki, suddenly I remembered, xatırladım ki, suddenly I remembered that səhər heç nə yeməmişəm. Burada remember-ni keçmişdə dedik deyə, burada I hadn't eaten anything səhər, in the morning. Xoşbəxtlikdən biz çıxanda artıq yağış dayanmışdı. Fortunately, biz çıxanda, when we went out, görürsünüz, went dedim, when we went out, the rain had stopped. Dayanmışdı. The rain had already stopped. O artıq sözdə var burada. Siz bu məktəbdə neçə ildir ki işləyirsiniz? Bu gün də işləyirəm də, sualdan onu başa düşürəm ki, neçə ildir ki işləyirsiniz? How long have you been working in this city? How long nə qədər müddət bildirir. Saat 11-də biz hələ işləyirdik. Saat 11 idi və bunlar işləyirdilər. Bu keçmiş davam edici zamanda. Deməli, we were working, we were still working at 11 o'clock. Saat 11-də biz artıq 3 saat idi ki işləyirdik. Bu bitmişin davam edir. Artıq 3 saat idi ki işləyirdik. 11-dən davam edirik və hələ də işləyirik. We had, bir saniyə baxaq görək burada. Saat biz artıq 3 saat idi ki işləyirdik. Tamam. Bitmişin davam edir. We had already been working for 3 hours. At 11 o'clock. Bir də deyirəm, we had already been working for 3 hours at 11 o'clock. Mən sənə artıq 3 dəfə demişəm ki, çalışmalarını yenidən yazmaq lazımdır. Artıq demişəm. I have already said to you you need to write your tasks again. Burada mən sənə artıq 3 dəfə demişəm, 3 times. I have already said to you 3 times. You need to write your task again. Atam gələndə mən artıq 1 saat idi ki kitab oxuyurdum. Atam gələndə, when my father came, keçmiş zamanda came, I had been reading my book for an hour. 1 saat idi ki. Mən gəlməyəcəm, çünki bütün axşam inşa yazacağam. Görürsünüz, burada gələcəkdə davam edəcək bir məsələ var. I will not come because deməli və yaxud da burada I am not going to come da deyə bilərik. I am not going to come because I will be writing an essay all evening. Nəyə görə I am going to-dan ifadə elədim? Çünki mən artıq planlaşdırmışam ki, axşam inşa yazacağam. I am not going to come, gəlməyəcəm, because I will be writing an essay all evening. Sən keçən şənbə günündən sonra harada olubsan? Bunun bir tərəfi indiki zamana dayanır. Where have you been?
Where have you been after last şənbə, after last Saturday. Harda qalmışdıq? Harda olmusan? Bəli, sən keçən şənbə gündən sonra. Mən artıq 2 həftədir ki, dostum gildə qalıram. Burada davam edən bir proses var. Mən artıq 2 həftədir ki, qalıram. Və mən məktubu alanda artıq 2 həftədir ki, qalıram. 2 həftədir başlayıb və bu proses davam edir. I have been staying with my friend for 2 weeks. Bitmiş, indiki bitmişdə dedim. I have been living və yaxud da staying with my friends for 3 weeks. Mən məktubu alanda artıq 2 həftə idi ki, dostum gildə qalırdım. Burada alanda keçmişdə keçmişim bitmiş deyəcək. When I got a letter, I had been, artıq varmı? Varsa I had already been living with my friend for 2 weeks. Nəyə görə deyirəm living də, staying də deyə bilərik? Çünki indi burada çürükçülüyə getmək lazım deyil. Çünki sizə fikir çatdırmaq, stay də qalmaqdır, live də qalmaq deməkdir. Artıq neçə gündür siz kitabı oxuyursunuz. Bəs burada niyə sual cümləsi qurmuşam? Video çəkirəm. Artıq neçə gündür siz bu kitabı oxuyursunuz. Sual cümləsindədir. Have you read this book? Yox, sual cümləsi alınmıraq burada artıq. Artıq neçə gündür siz bu kitabı oxuyursunuz. You have already read this book for a few days. Neçə gündür, or for several days. Bir neçə gündür. Ancaq qatara minəndə onun yadına düşdü ki, kitabı evdə qalıb. When he got on the train, he remembered that he had forgotten his book at home. Onlar bu evdə artıq 5 ildir ki, yaşayırlar. Yaşayırlar və hələ də yaşayırlar. Ona görə they have been living in this house for 5 years. Mən bu haqda biləndə bacım artıq bir neçə gün idi ki, xəstə idi. Biləndə. When I knew about it, my sister had already been ill for a few days. Have already been ill. Bəli. Bir də deyirəm, mən biləndə, when I knew about it, my sister had already got sick da deyə bilərik. Və yaxud da my sister had been being sick da deyə bilərik. Bitmişi bir neçə bu proses davam edirdi. Xəstəlik prosesi davam edirdi. Xəstə idi. Yenə deyirəm, had been being sick da deyə bilər. Çünki to be sick-dir ifadə. Və yaxud da bacım xəstə olub, my sister had been sick. Bunu da deyə bilirik. Biz ondan, onun layihəni təhvil vermədiyini sən bilirdin. Bilirsən desəydi, indiki sadə zaman verərdim və indiki bitmiş zaman uzlaşdırardım. Bilirdin dediyi üçün keçmiş sadə və keçmiş bitmişini uzlaşdıracağım. Did you know about he hadn't handed in the project? Bir də deyirəm, did you know about he hadn't handed in the project? Biz ondan artıq bir neçə aydır ki, xəbər almırıq. We hadn't got any information about him for a few months. Neçə ildir siz təhsil sahəsində fəaliyyət göstərirsiniz? How long have you
How long have you been processing də deyə bilərik, working də deyə bilərik. In educational area və yaxud da in educational field. Lalə radionu açanda o artıq gedirdi. Burada açdı, gedirdi. Belə bir proses var. When Lalə turned on the radio, he was going to. Mən bu problem üzərində artıq 3 aydır işləyirəm. I have been working on this problem for 3 months. Siz gərək istirahət edəsiniz. Siz bugün çox işləməlisiniz. You should get relaxed because you have been working so much today. Bəyəm sən hələ başa düşməmisən ki, bu yaz artıq 3 ildir ki, mən onunla görüşməmişəm. Don't you understand? In this spring, it has already. In this spring, I have already. Bir saniyə. Bəyəm sən hələ başa düşməmisən ki, bu yaz artıq 3 ildir ki, mən onunla görüşmürəm. Don't you understand? I haven't met with him for 3 years in this spring. Bir də deyirəm, don't you understand? I haven't met him in this spring for years. Belə.